20 kiloqram 8% duz məhlulu ilə 25 kiloqram 4% duz məhlulunu qarışdırıb üzərinə 5 kiloqram su əlavə etdikdə neçə faizli duz məhlulu alınır? 20 kiloqram və 8%li. 20-nin %8 hissəsini tapsaq, yəni 8%-ni tapsaq, 20 vurulsun 8 bölü 100 1,6 olunur. 25 kiloqramın 4%-i duz məhluludur. Duzdur daha doğrusu. 25'in de %4 hissəsini tapsaq, sadəcə 4 qalar. Daha doğrusu 1 qalar. 4 deyil də 1. Sonra və üzərinə də 5 kiloqram su əlavə olundu. Toplam məhlul olacaq 20, 25 üstünə də 5, 50 kiloqram. 50 kiloqram məhlul 100%'dir. Və tərkiblərində 1,6, birində 1,1, birində duz var idi. 1,6 ilə də 1 toplasaq 2,6 da x% edər. 50'ye 100 uyğundur. 2,6 da 2 dəfə çox olacaq. 5,2% edəcək.